Qarabağın Tofiq Bəhramovda Newcastle-a qarşı hər hansı bir şansı varmı? Rəqib Premyer Liqada olduqca təlatümlü mövsüm keçirsə də, Çempionlar Liqasında kifayət qədər sabit çıxış edir. Siz kanalımıza abunə olun, biz isə bu maçın detallı analizinə keçək. İlk öncə gəlin Newcastle tanımağa başlayaq. Newcastle Qurban Qurbanov necə ki 4-2-3-1-in fanatıdır. Eyni şəkildə də Eddie Howe 4-3-3 futbolunu sevir. Eddie Howe'nun əlində olan heyət ona imkan verir ki, amansız pressing edən, pressing maşını olan bir komanda qursun və eyni zamanda vertikal hücumlarda rəqibləri cəzalandıra bilsin. Komandanı başa düşməyə çalışanda ilk öncə gəlin bunu qeyd edək ki, Newcastle build-up'ında adətən cinah müdafiəçilərini yuxarı qaldırır. Nəticədə əgər gəlin bunu vizual göstərmək lazımdırsa, cinah müdafiəçiləri yuxarı qalxır. 6 nömrə mövqeyində oynayan adətən bu Sandro Tonalidir. Aşağı düşür ki, mərkəz müdafiəçilərini sığortalasın və eyni zamanda 2-8 nömrələri də Newcastle-ın dar alanda yer alırlar ki, rəqibin mərkəzdən keçidinin qarşısını alsın. Bizim gözləntimiz ondan ibarətdir ki, Newcastle Qarabağla məhz 3-2-5 taktikası ilə build-up edəcək. Əlbəttə ki, burada istisna komandanın sürətli əks hücumlarıdır, hansılarının ki, biz nümunələrini görəcəyik. Newcastle gəlin blok-blok müdafiədən, orta sahədən, sonra da hücumdan başa düşməyə çalışaq. Ona görə də gəlin ilk işimiz olaraq müdafiəçiləri öz yerinə qaytaraq və eyni zamanda Sandro Tonali'ni də yuxarı çıxaraq. Deməli, Newcastle klassik 4-3-3 komandası olsa da eyni zamanda hardasa orta təbəqənin üstü olan top İngilis klubudur. Bu ilə mən nəyi nəzərdə tuturam? Komandanın əlində əsas heyətə istənilən an girə biləcək müxtəlif funksiyaları, müxtəlif tapşırıqları yerinə yetirə bilən 18-lik var. Yəni Eddie Howe'nun bir neçə ad istisna olmaqla sabit 11-liyi yoxdur, buna ehtiyac yoxdur. Qəribəlik ondan ibarətdir ki, bu rotasiya məhz qapıdan başlayır. Qapıda adətən Aaron Ramsdale dura bilər, amma lazım olduğu halda onu Nick Pope əvəz edir. Ramsdale daha çox effektivdir ayaqları ilə oyunda, yəni adam qısa pasları, orta pasları yaxşı yerinə yetirə bilir. Amma Nick Pope ümumiyyətlə qapıcı kimi daha yaxşı qapıcıdır. Eyni zamanda onun şut stopping, yəni qapıya gedən zərbələrini saxlamaq qabiliyyəti güclüdür. Newcastle az-çox sabit elementi olan və mən də onu qaytarıram. Mərkəz müdafiəsi bir qədər sabitdir. Mərkəz müdafiəsində Botman adətən mərkəz sağ müdafiəçisi rolunda oynayır. Mərkəz solda Malik Thiaw oynayır. Bəzi hallarda komanda əgər rəqibə qarşı vertikal oynayırsa, burada mərkəz sağda Dan Burn oynaya bilir. Bu arada Dan Burn Qarabağ üçün ən qorxulu hücum planıdır, xüsusilə oyunçulardan ola bilər. Çünki adamın boyu hardasa 2 metrdir və adam fiziki duellərdə, birə-birlərdə, hava toplarında bir növ kraldır. Newcastle maraqlı özəlliyi cinahlarıdır və biz burada komandanın əslində balansının Eddie Howe tərəfindən necə cinah futbolu ilə əldə edildiyini göstərəcəyik. İlk öncə onu qeyd edək ki, Newcastle iki kontrastın arasında yaşayır. Yəni komandanın sol cinahı dağıdıcılıq, rəqibin müdafiəsini dağıtmaqla məşğul olan bir hissədir. Sağ cinahından isə Newcastle kifayət qədər balansla oynayır və bu sol cinahın dağıdıcılığı əlbəttə ki, sol cinah müdafiəçisi olan Lewis Hall'dan başlayır. Lewis Hall çox gənc olmasına baxmayaraq həddindən artıq effektiv şəkildə Newcastle-ın əsas heyət oyunçusuna çevrilib və hətta Thomas Tuchel onu İngiltərə millisinin əsas sol cinah müdafiəçisi kimi sınayır. Hall'ın özəlliklərindən nəyi demək olar? İlk öncə klassik müdafiəçi kimi, tramvay kimi bütün cinahı bağlamaqla yanaşı lazım olduğu halda həm də yarım cinahlara keçə bilir və bir qayda var ki, əgər futbolçu yarım cinahlarda da özünü komfortlu hiss edə bilirsə, bu futbolçunun yüksək intellektindən və epizodu oxumaq qabiliyyətindən xəbər verir. Eyni zamanda Hall çox aqressivdir. İstənilən anda o həm yarım cinahlara pas ata bilir, həm pas kanallarına çıxa bilir və əlbəttə ki, baxın Manchester United-də Newcastle-ın məğlub olduğu oyunda Hall iki rəqibini keçərək az qala fantastik gol vuracaqdı. Sadəcə onun qarşısını biraz bəxtsizlik alır ki, burada qapı tiri Manchester United qoldan xilas edir. Əks cinahda bizim köhnə tanışımız Kieran Trippier'dir. Bildiyimiz kimi həm yaşına görə, həm oyun tərzinə görə Trippier'in usta olduğu bir neçə oyun elementi var. Trippier balansı təmin edir. Yəni bununla mən nəyi nəzərdə tuturam? Bayaq dediyimiz kimi 3-2-5 taktikası Newcastle build-up etdiyi halda Lewis Hall daha çox hücuma qoşulur və Kieran Trippier bir növ hücumun ikinci və ya üçüncü dalğasında komandaya kömək edir. Trippier'in çox təhlükəli olduğu oyun elementləri əlbəttə ki, ölü toplarda olan hakimiyyətidir. Adam həm çox yaxşı şəkildə mahir ustacasına cərimə zərbələrini yerinə yetirir, eyni zamanda komandada əsas cross edən futbolçudur. İndi düzdür, artıq Trippier bir qədər zədələrdən əziyyət çəkir və o qədər də sabit əsas heyət oyunçusu deyil. Amma son iki mövsümdə Trippier 20 assist etmişdi ki, bunların da 14'ü crosslardan gəlmişdi. Bu da Trippier'in elitar olduğu oyun elementidir. Digər tərəfdən Newcastle ortasına keçdikdə Newcastle-ın yarım müdafiə üçlüyü iki formasiyada ola bilər. Əgər Sandro Tonali 6 nömrə kimi, Bruno Guimaraes sağ cinah
yarım müdafiəçisi, mərkəz yarım müdafiəçisi və Joelinton sol cinah mərkəz yarım müdafiəçisi oynayırsa, bu deməkdir ki, Newcastle rəqibə verdiyi siqnal ondan ibarətdir ki, biz rəqibi amansız intensiv presinqlə sıxacaq və ortada İngiliscə belə bir söz var, bully, yəni rəqibi əzib fiziki cəhətdən sındırmağa çalışacaq. Əgər Newcastle bir qədər elastik, bir qədər texnikalı, kombinasiyalı futbol lazımdırsa, komanda əlində olan sağlam oyunculardan asılı olaraq Willock ya Bruno Guimaraes-ı əvəz edə bilər, ya da Sandro Tonali əvəz edə bilər. Əgər Sandro Tonali əvəz edirsə, əlbəttə bu birbaşa əvəz deyil. Bruno Guimaraes 6 nömrə mövqeyinə düşür və Joelinton solda, Willock isə sağda oynayır. Willock'un universallığı ondan ibarətdir ki, o eyni zamanda sol cinahda da oynaya bilir. Biz bayaq demişdik ki, Newcastle-ın ən böyük özəlliyi sol cinahda xaos yaratmasıdır və bu xaosun birinci, elə bir zəncirin birinci halqası əgər Lewis Holdursa, ikinci halqası Joelintondur. Burada da yarım müdafiəçilər arasında çox incə balans var. Bir tərəfdən Bruno Guimaraes hücumların ikinci mərhələsində hücumlara qoşulur. Adətən bir növ komanda xaotik şəkildə bir növ 5 nəfər hücuma qatılanda 5 nəfər Newcastle-da öz zonasında olur və ya ikinci dalğada olur və həmin o arxadan gələn 5 nəfəri məhz idarə edən, onları nizamlayan, koordinasiya edən məhz Bruno Guimaraes-dir. Əbəs yerə deyil ki, Bruno Guimaraes-in zədə ucbatından buraxdığı 14 oyunun Newcastle heyətində komanda 9-nu məğlub olub, 5-ni heç edib. Yəni komandanın 0 qələbəsi var. Çünki Bruno Guimaraes N'Golo Kante'dən fərqli oyunçu olsa da onun kimi müdafiə və hücum xəttini bir növ kleyir və o olmadıqda bu balans pozulur. Çünki Eddie Howe'un oyun fəlsəfəsində adətən əgər yüklənmə baş vermirsə, 5 nəfər yaradıcılığa, meydanın rəqibə aid olan hissəsindədir. 5 nəfər isə komandanın arxasını müdafiə edir. Yəni bu balans daima qorunmalıdır. Amma Joelinton daha çox boks-to-boks yarım müdafiəçisidir. Joelinton bayaq dediyimiz kimi Lewis Hall'un mövqeyinə asılı olaraq ya cinahda ola bilər, ya mərkəz hücumçu əgər aşağıya gedib, məsələn burada Qarabağın müdafiəçilərinin özünə çəkdiyi halda ikinci dalğa hücumunda cərimə meydançasına girə bilər. Bir sözlə, əgər onu man-marking etmək lazım olsa, Joelinton həmin futbolçu üçün çox böyük baş ağrısıdır. Çünki onun meydanda hərəkəti çox xaotikdir. Əslində çox koordinasiya olunmuşdur, amma rəqib üçün çox proqnoz oluna bilməyən və ipə-sapa yata bilməyəndir. Newcastle çox maraqlı elementi isə onun hücum elementidir. Hücumda əlbəttə ki, biz ilk öncə danışmalıyıq Anthony Gordondan. Anthony Gordon komandanın ən böyük ulduzudur, ən maraqlı və təzadlı ulduzudur. Həmin o sol cinah dominasiyasına, xaosunun ən əsas oyuncusu. Yəni əslində sol cinahı biz Lewis Hall'dan başladıq, Joelintona getdik, amma Eddie Howe'un sol cinahda belə qeyri-standart, qeyri-balanslı, amma qəsdən olmuş bir addımdır ki, rəqibi çaş-baş salsın. Bütün bu əməliyyatın başında əlbəttə ki, Anthony Gordon durur. Çünki Gordon sol cinah winger olsa da, o istənilən halda ya 10 nömrə mövqeyində çıxış edərək 14 nömrə mövqeyini tutur, ya cərimə meydançasına ikinci adam kimi girir. Bəzi hallarda biz bunu göstərəcək ki, Anthony Gordon yalançı 9 nömrə mövqeyində ümumiyyətlə forma geyir. Yəni bir növ Newcastle-ın digər sol cinah oyunçuları Anthony Gordonu özünə trigger görərək, yəni istinad nöqtəsi görərək onun hərəkətinə uyğun olaraq hərəkət edirlər. Anthony Gordonun biz ən böyük universallığının pressingi başlamasında olduğunu göstərəcəyik, amma onu göstərməmişdən öncə gəlin Newcastle-ın digər oyunçularıyla da tanış olaq. Komandanın əlində olan tapşırıqdan asılı olaraq sağ cinah winger mövqeyində klassik sağ cinah winger olan Anthony Elanga oynaya bilər. Bəzən profildən sol, amma sağda oynaya biləcək Barnes oynaya bilər bu mövqedə. Amma çox maraqlı bir mövqe mərkəz hücumçusu mövqeyidir. Mərkəz hücumçusu mövqeyində Newcastle əslində 3 opsiyası var. Bildiyimiz kimi birinci opsiya Stuttgartdan demək olar ki, rekord qiymətə komandanın transfer etdiyi Nico Voltemade'dir. Voltemade'nin boyu 1.98 olsa da başla oyun onun ən böyük üstünlüyü deyil. Nəzərə alaq ki, biz ağzımıza söz çıxararaq tez-tez hər şeyi gözə gətiririk. Ümid edirik ki, bu Qarabağ oyunda dəyişməz. Amma dəfələrlə oyun epizodlarında olur ki, harda Voltemade başı ilə vura biləcəyi yerdə ayaqları ilə vurur. Amma Voltemade'nin unikallığı ondan ibarətdir ki, bir qədər yöndəmsiz olsa da, bir qədər qəribə hərəkəti, yəni meydanın içində olsa da, Voltemade'nin ayaqları çox texnikalıdır və o həm sol, həm də sağ ayaqdır. Əbəs yerə deyil ki, Stuttgart fanatları mövsümü şahanə şəkildə keçirəndən sonra mövsümün ikinci yarısı xüsusilə Voltemade'yə Volte Messi dedilər. Yəni bu komplimentə boş-boşuna verilmir. Çünki Voltemade həddindən artıq çox effektiv futbolçudur. Gördüyümüz kimi Anthony Gordon'un pasını ayaqla tamamlayır. Daha bir epizodu isə burada həm yaxşı mövqe seçir, həm də ki, yenə də ayağı ilə bitirir. Voltemade'nin ən böyük özəlliklərindən biri və Qarabağa qarşı forma gələcəyi təqdirdə bizim ehtiyatlı olmalı olduğumuz element Newcastle-ın vertikal oyununda verdiyi töhfədir. Belə ki, nə baş verir? Voltemade adətən yuxarı qalxır, hətta rəqibin dayaq yarım müdafiəsi mövqeyinin üstünə qalxır. Onun məqsədi, yəni Harry Kane-də olduğu kimi
rəqib müdafiəçilərini, mərkəz müdafiəçilərini özünə çəkərək boşluq yaratmaq deyil sadəcə olaraq. Əsas məqsəd əlbəttə ki, boyundan istifadə edərək Aaron Ramsdale və daha çox Nick Popdan uzun topları qazanmaqdır. Çünki əgər uzun topları qazanarlarsa, wingerlər də yarımcaqlarda mövqe alırlar, bir qədər yuxarı qalxırlar və ya wingerlərin biri adətən Anthony Gordon aşağıda olur ki, təhlükə yaranan kimi həmən cəzalandıra bilsin və belə bir formasiyada bir neçə pas kanalına sahib olur. Ona görə əgər Qarabağla oynayacağı təqdirdə biz bu elementə fikir verməliyik. Ümid edirik ki, Qurban Qurbanov bunun öhdəsindən gələr. Digər futbolçu, hansının ki biz Qarabağla oyunu daha məntiqi sayırıq və daha çox gözləyirik, Vissadır. O da 65 milyon funtun üzərində Brentforddan bu mövsüm transfer olundu. Hətta mövsümün əvvəli zədəli olduğuna görə, ümumiyyətlə adam zədəli transfer olunmuşdu. Ona görə də mövsümün ilk 4 ayının ən iflas transferi sayılırdı İngiltərə çempionatında. Amma Vissa yavaş-yavaş zədəsini sağaltdı və formasını bərpa etməyə başladı. Vissanın təhlükəsi nədir? Vissanı biz hardasa Camilo Duranla müqayisə edə bilərik. Yəni adam həm Gordonla yanaşı pressingin başlanğıcı nedir? Əgər o varsa meydanda, Gordon yox, məhz Vissa əsas trigger rolunu oynayır. Bu elementinə görə biz onu Liverpoolun yarı əfsanə futbolçularından Roberto Firmino ilə müqayisə edə bilərik. Digər tərəfdən Vissa çox az topa toxunsa da Voltemadedən və ya Anthony Gordondan fərqli olaraq adamın ən böyük unikal özəlliklərindən biri ondan ibarətdir ki, o inanılmaz ağıllı toxunuşlara malikdir və düzgün yerlərə çıxa bilir. Gəlin Çempionlar Liqasından və İngiltərə çempionatında məsələn Vissanın vurduğu qollara baxaq. Adam necə düzgün mövqelərə çıxaraq təhlükə yaradır. Məsələn, bu epizodda adam fərqlənir. Digər epizodda isə Vissa Anthony Gordon üçün assistentlik edir. Bizim gümanımız odur ki, əgər daha texnikalı oyuna üstünlük versə Newcastle, o zaman Vissa oynayacaq. Pressinglə bizi sıxıb əzməyə çalışsa, o zaman Voltemadenin oynamaq ehtimalı var. Rəqibin oyunçuları ilə bağlı fikrimizi gəlin Sandro Tonali ilə bitirək. Sandro Tonali adətən İngiliscə buna biz deyirik deep laying playmaker-dir. Yəni dərindən oynayan playmaker-dir. Milanda bir qədər 6-8 nömrə mövqeyində oynayırdı, amma Newcastle-da Eddie Howe'nun kifayət qədər alətləri var ki, hücumda rəqibi cəzalandırsın. Ona görə Sandro Tonali daha çox müdafiəyə kömək edir və hücumlarda əgər rəqib öz qapısına oturursa, rəqib bir növ avtobus parkovka edirsə və o rəqibi cəzalandırmaq lazımdırsa, Tonali və Bruno Guimaraes-in yaxşı uzaqdan zərbələri var və o halda istifadə olunur. Mən nəyi bunu gətirib çıxartmaq istəyirəm? Aston Villa ilə maçın gəlin 40-cı saniyəsinə baxaq. Nominal olaraq 6 nömrə olan futbolçu, hansının ki əsas funksiyalı müdafiəni qorumaqdır, müdafiə planıdır. Görün bu epizodda şahanə qolu demək olar ki vurur. Aston Villa'nın 3 müdafiəçisini darmadağın edərək driblinqlə keçir. Yalnız Martinez, Argentinalı qapıçı bu qolun baş verməsinin qarşısını alır. Bu da Newcastle nə qədər universal, nə qədər güclü və möhtəşəm komanda olduğunu göstərir. Gəlin indi rəqibimizin güclü tərəflərindən danışaq. Newcastle-ın ən böyük, yəni ən elitar bacardığı bir şey amansız pressinglə rəqibi boğmaq cəhdidir və bizim də gümanımız ondan ibarət və ehtiyatımız ondan ibarətdir ki, o bu priyonla Qarabağa qarşı istifadə edəcək. Gəlin bunu bir iki nümunə ilə görək. Birinci olaraq Chelsea-yə bu epizodun sonunda Newcastle qol vuracaq, amma görün o necə başlayır. İlk öncə Chelsea-nin sol cinahında, Newcastle sağ cinahında Alejandro Garnacho, winger aşağı düşərək öz komanda yoldaşlarına kömək etməyə çalışır. 3 oyunçunun pressingindən keçərək pası mərkəz müdafiəçisi olan və yuxarı qalxmış Fofanaya ötürür. Amma burada Fofananı pressing edən sol cinah winger olan Anthony Gordon'dur. Biz ona pressing başlı deyirik. Gordon ikinci cəhddən Fofanadan topu alır. Əlbəttə ki, və bu hücumun inkişafı onunla bitir ki, Newcastle Chelsea-yə qol vurur. Özü də düzdür, qolun da vurulmasına müşahidə edən başqa bir qəribə faktor. Bir, Fofananın səhvidir. İkinci epizod isə digər Chelsea müdafiəçisi olan Achempaong'un anlaşılmaz şəkildə yıxılmasıdır yerə. Amma uzun sözün qısası bu qol Newcastle rəqibi qeyri-balansda, yəni topu aldıqdan sonra əlbəttə həmişə rəqib bir balansı pozulmuş olur və qeyri-balansda tutaraq cəzalandırmasıdır. Digər epizod isə Newcastle-ın evində yanvarın 25-i Aston Villa'dan aldığı 2-0-lıq məğlubiyyətdə ilk 30-40 saniyə mən sizə göstərmək istəyirəm. Hansı ki, Sandro Tonali'nin şahanə keçidi və zərbəsi ilə bitəcək. Baxın, bu epizodda gördüyümüz kimi Newcastle rəqibi 3 dəfə amansız pressingə məruz qoymaq istəyir və məruz qoyur. Hətta epizodların birində Emiliano Martinez topu qabağa vurur, amma hər şey onunla bitir ki, düzdür, burada rəqib öz müdafiə balansını pozmur. Çünki Aston Villa build-up'ında deyildi, sadəcə oyunun həmən ilk saniyələri idi. Amma yenə də Newcastle pressingi maşın kimi işləyir. Amma burada da Newcastle qüsursuz deyil. Xüsusilə Anthony Gordon'dan danışmaq lazımdır. Düzdür, Qarabağ provokasiya komandası kimi tanınmayıb, amma əgər belə bir söz
müzakirəsi olarsa, Anthony Gordon rəqibin heyətində potensial daima sarı və qırmızı vərəqə almaq üzrə olan bir futbolçudur. Məsələn, Liverpoola 4-1 hesabı ilə məğlub olduğu oyunda Anthony Gordon Alissona qarşı ondan top almaq istəyərkən çox kobud müdaxilə edir və buna görə sarı vərəqə alır. Amma elə həmin Liverpoola birinci dövrənin oyununda, xatırlayırsa, ikinci turda Newcastle öz evində fantastik futbollardan birini nümayiş etdirdi. 0-2-dən 2-2-yə gələrək 90+7-ci dəqiqədə məğlub oldu. Amma bütün problemlərin başlanğıcı əlbəttə ki Anthony Gordonun, baxın bu epizodda gördüyümüz kimi Virgil van Dijk'a qarşı müdaxilə etmək cəhdindən başladı və burada əlbəttə ki 1 saniyə gecikdi və bu saniyənin söhbət edir ki, qırmızı vərəqəli qayda pozuntusu etdi. Gordonun ümumiyyətlə nizam-intizam problemi çox ciddidir. Onun oyunu getməyəndə əhval-ruhiyyəsi korlanır və potensial hədəf ola bilər, amma yenə də təkrar edək ki, Qarabağda elə bir oyunçu və ya elə bir oyun elementi yoxdur ki, rəqibi provokasiya etsin. Əgər belə bir şey olarsa, Gordon bunun üçün ideal hədəfdir. Və gəlin daha bir epizoda baxaq. Bu Liverpool'la son maçdandır. Hansında ki Liverpool 4-1 hesabı ilə Newcastle darmadağın etdi. Amma ilk gol nəyin sayəsində, nəyin ucbatından baş tutdu? Bunun əsas səbəbi ondan ibarət idi ki, Liverpool, baxın, bunu Qarabağ da edə bilər. Ona görə də xüsusilə Qarabağ buna çox diqqətlə yanaşmalıdır. Çünki Qarabağın ümumi klassikasıdır. Qarabağ bunu 4-2 taktikası edir. Liverpool isə 7 oyunçusunu Newcastle zonasına götürüb. Gördüyümüz kimi burada man markingdən söhbət getmir. Çünki Newcastle 5 oyunçusu var və Newcastle topu qazanaraq Danburn sadəcə olaraq orta pas atır, heç uzun pas atmır. Nəticədə bir pasla Liverpoolun pressinginin ilk xəttində olan 5 futbolçu sıradan çıxır və bu hücum onunla nəticələnəcək ki, Anthony Gordon hesabı açacaq. Əlbəttə ki, Anthony Gordona zərbə vurmağa da icazə verən Kerkesdə də günah var idi, amma hər şey nədən başlayır və bu həddindən artıq diqqət etməli olduğumuz məqamdır. Çünki bir növ Qarabağın buraxa biləcəyi birə-bir qoldur. İndi isə gəlin Newcastle zəifliklərindən danışaq. Əbəs yerə deyil ki, Newcastle bu mövsüm qeyri-sabit çıxış edir və əbəs yerə deyil ki, komanda ardı-ardı məğlubiyyətlərə uğrayır. İlk öncə Newcastle Qarabağ kimi klassik F komandasıdır. Yəni komanda St. James Parkda şahanə futbol oynayır. Özdə hətta oyun üslubu fərqli olur. Yəni biz amansız pressing dedikdə adətən o Newcastle bunu öz ev oyunlarında tətbiq edir. Mən niyə görə belədir? Səfərdə isə rəqibdən asılı olaraq rəqibə adaptə olmağa çalışır. Məsələn üçün Liverpoola qarşı Newcastle containing, yəni holding oyunu saxlayırdı. İstəyirdi ki, deməzdim avtobus parkov keçsin, amma bir qədər müdafiə futbolu ilə Liverpoolu saxlayıb 5 nəfər arxada, 5 nəfər öndə olmaq şərti ilə əks hücumlarda rəqibi cəzalandırsın. Amma eyni Liverpool ev oyununda Liverpool sadəcə olaraq pressinglə boğurdu. Ona görə Newcastle-ın özəlliklərindən biri ondan ibarətdir ki, əgər bu komanda həddindən çox pressingə üstünlük verirsə, komandanın həddindən artıq da eyni zamanda çox oyun oynaması, əbəs yerə deyil ki, Newcastle Çempionlar Liqasında, liqa fazasında 8 oyun oynayıb, eyni zamanda komanda liqa kubokunda da yarımfinalda Manchester City ilə qarşılaşır. Bu əlavə daha 2 oyun deməkdir və bu yüklənmənin nəticəsidir ki, Newcastle, hətta Eddie Howe da bunu istəmədən etiraf edib ki, komanda bir qədər tez tükənir. Misal üçün Liverpool ilə Newcastle 35 dəqiqə oyunu dominə etdi, amma 35-ci dəqiqədən sonra fiziki tükəndi və nəticədə Liverpool ümumiyyətlə ikinci hissədə hesabı özünün xeyrinə birinci hissədən sonra dəyişəndən sonra ikinci hissədə ümumiyyətlə çox rahat şəkildə Newcastle öhdəsindən gəldi və Newcastle pressingindən əsər əlamət qalmamışdı. Analoji olaraq eyni situasiya Chelsea ilə də ev oyununda baş verdi. Newcastle Chelsea-ni ev oyununda boğurdu, amma ikinci hissədə Chelsea həm Enzo Fernandezin girməyi sayəsində və biz bunu indi Newcastle zəifliklərindən danışanda qeyd edəcəyik. Orta sahədə Newcastle-ın o yarım müdafiə üçlüsü üzərində say çoxluğuna nail oldu və eyni zamanda da Newcastle başqa bir vertikal toplardan olan həssaslığından istifadə edərək oyuna qayıda bildi və hətta maçı qazana da bilərdi. Yenə də biz ayırmalıyıq Newcastle evdə, Newcastle səfərdə. Bizim ehtimalımız ondan ibarətdir ki, nəzərə alsaq ki, Newcastle biz bu verilişi çəkəndə Manchester City ilə Liqa kubokunun yarı finalındadır. Bundan sonra komandanın çempionatı dalbadal oyunları var. Yəni yenə də Newcastle bizə qarşı bəlkə əgər intensiv pressingi tətbiq edərsə, bunu 35 dəqiqə ərzində, 40 dəqiqə ərzində edə biləcək və çox vacibdir ki, bu müddət ərzində biz imkan verməyək ki, rəqib bizim üzərimizdə hesabda öndə olsun. Çünki hesabda öndə olduğu təqdirdə Newcastle bir qədər arxaya oturub topu Qarabağa verib əks hücumlarda cəzalandıra bilər. Newcastle-ın daha bir özəlliyi ondan ibarətdir ki, və Eddie Howe-nun yəni nə qədər Eddie Howe mükəmməl məşqçi olsa da, çünki Eddie Howe yeganə ingilis məşqçidir. Liam Rosenyor da var Chelsea-də, amma ona kimi son illərdə yeganə məşqçi idi ki, Premier Liqanın top səviyyəsində komanda çalışdırır və kifayət qədər uğurlu çalışdırır. Ona görə İngiltərə mətbuatında Eddie Howe-ya çox böyük bir diqqət var. Onun istedadı, yəni gördüyü iş göz qabağındadır. Lakin eyni zamanda Eddie Howe-ya çatışmayan özəlliklərdən biri ondan ibarətdir ki, Eddie Howe-nun ən böyük özəlliyi bu adam sürətli futbol, əks hücum futbolu və quick breakaway, yəni sürətli keçid futbolunda yaxşı oynayır, amma avtobus parkov gedən komandalara qarşı Newcastle-ın oyunu bir qədər çox sirliləşir və bəsit, banal
asmalardan başqa bir şey çevrilmir. Və bundan da rəqiblər İngiltərə çempionatında belə zaman-zaman istifadə ediblər. Misal üçün Manchester United ilə oyunda bu screenshota baxaq. Manchester United Ruben Amorim'in rəhbərliyi altında yeganə qeyri 3-4-3 taktikasıyla oynadı. Burada 4-2-3-1 taktikasıyla oynadı. Hardakı wingerlər aşağı düşərək bir növ 6-2-2 formasiyasını yaradırdılar. Bunun da mahiyyəti ondan ibarət idi ki, Manchester United eyni zamanda müdafiədə say çoxluğu yaradır və ortadan da Newcastle central penetration, ortadan girməyini bir növ neytrallaşdırır və həmin oyunda Newcastle XG-si 0.50-nin altındaydı. Yəni bu da komanda hansı ki oyunun birinci hissənin ortasından geridə idi, komandanın nə qədər epizod yaratmaqda çətinlik çəkdiyini göstərir. Digər oyun isə əgər əlbəttə ki Qurban müəllimin komandası, onun analitikləri bu oyunda analiz edəcəklərsə, bir oyunu analiz edəcəklərsə, mən Newcastle Aston Villa oyununu məsləhət görürəm. Çünki Aston Villa'da Unai Emery Newcastle hətta St. James Parkda necə məğlub etməyin bir növ əlifbasını keçdi. İlk öncə eyni analoji müdafiə taktikası Aston Villa'da var. 6 futbolçu. Yenə də 6 futbolçunun özəlliyi ondan ibarətdir ki, əgər Newcastle sol cinahdan üçlü ilə belə hücum edərsə, o 6-2-2 xəyali o 2-ni burada və 2-ni də burada götürün. O ikilərdən biri Newcastle bir oyunçudan çıxır və nəticədə hətta burada 2 oyunçu belə öz diqqətini Newcastle o bir 2 oyunçusuna versə də, yenə də cərimə meydançasında 3, cərimə meydançasının kənarında isə bir futbolçu qalır. Bu da Newcastle'ın ikinci pas dalğasının qarşısına almış olur və Newcastle bu ssenarilərdə olduqca acizdir. Daha bir özəllik mən nəyə görə Emery'nin master klassını bir növ ideal örnək kimi görürəm. Aston Villa'nın Newcastle cəzalandırdığı başqa bir element meydanın ortasındadır. Emery bunu oyundan sonra geniş şəkildə izah etdi. Baxın bu screenshota, bu sadəcə olaraq oyunda tez-tez təkrar olunan epizoddur. Bu da nədən ibarətdir? Newcastle'ın üçlüsü əsasən meydanın ortasında hakimiyyəti ələ almaq istəyir. Amma Aston Villa'da gah cinah müdafiəçilərindən biri, əsasında Matthew Cash, gah da ki Jadon Sancho yarım müdafiəyə qoşulmaqla dördlü yaradırdılar və bu kvadrat Newcastle çox pis vəziyyətə qoyurdu. Çünki futbolun əlifbası bundan ibarətdir ki, əgər sən rəqibi əzmək istəyirsənsə, onun üzərində say çoxluğuna malik ol. Say bərabərliyi olanda bu artıq topda olan komandanın ustalığından asılıdır və kombinasiyalarından asılıdır. Amma say çoxluğu olanda eyni səviyyəli komanda, hətta aşağı səviyyəli komanda olsa belə bu numerical advantage, yəni say üstünlüyündən maksimal istifadə edəcək. Hansı ki Aston Villa çox uğurlu şəkildə tətbiq edir. Bu epizodu əbəs-yerə göstərmədim, çünki bu epizodun inkişafında Yuri Tillemans, baxın Newcastle'ın ən böyük problemlərindən biri məhz o dağıdıcı sol cinahında gizlənib. Yəni əgər sol cinahda Anthony Gordon yuxarıda hücumda qalırsa, bu deməkdir ki, onun zonası bir qədər boş qalır. Bu o deməkdir ki, onu kompensasiya etmək üçün həm Joe Linton bir qədər yuxarı çıxmalıdır, həm də ki Lewis Hall bir qədər cinahda qalmalıdır və bu da daima olaraq sol cinah mərkəz müdafiəçisi ilə sol cinah müdafiəçisi arasında koridora yol açır. Bu epizodumuzda bu rakursdan baxdığımızda biz bunu aydın şəkildə görürük. Həmin boşluğa Buendia girəcək və Aston Villa'nın xeyrinə ilk gol vuracaq. Newcastle daha bir eybi onun vertikal futbola olan həssaslığıdır və biz çox ümid edərik ki, Qarabağ bu oyun heç olmasa öz oyununu bir qədər vertikallaşdıraq. Gəlin bunun bir neçə nümunəsinə baxaq. İlk öncə həmin Aston Villa oyunudur. Newcastle hücuma keçmək istəyir, top itirir. Aston Villa oyunçuları uzun topla topu mərkəzdə olan oyunçuna atır və oradan da pas sol cinaha gələcək və baxın nə qədər xaotik müdafiə formasiyası var Newcastle-da. Newcastle futbolçuları yanğını söndürmək üçün bütün heyətlə top Aston Villa sol cinahında olduğundan buranı bağlamaq istəyirlər və nəticədə əks cinah bomboşdur. Orada Aston Villa'nın 2 oyunçusu var və əlbəttə ki rahat bir asma və bir növ məktəb qolu buraxır Newcastle bu epizodda. Lakin bu Newcastle üçün istisna deyil. Bu Newcastle'ın vertikal futbola olan allergiyasıdır. Daha bir epizod Lisandro Martinez Manchester United Newcastle oyununda cərimə zərbəsindən hər hansı bir gərginlik, təhlükə olmadan uzun topu Şeşkoya atır. Nəzərə alaq ki, Newcastle-ın müdafiəçiləri Malik Thiaw istisna olmalı o qədər sürətli deyirlər. Ona görə Şeşko rəqibin, yəni Newcastle müdafiəçinin arxasına qaçır və demək olar ki, gol vurur. Sadəcə Şeşkonun özünün bir qədər dəqiqliyi çatmır. Başqa bir epizod, bunu əslində kopyası Qarabağa da Liverpool tərəfindən vurulmuşdu. Ekitikenin vurduğu gol. Burada daha gülməli məqam ondan ibarətdir ki, adətən uzun toplar hündürdən atılır ki, rəqib buna çata bilməsin, amma burada uzun top yerdən atılır. Miloš Kerkez uzun pas kanalını görür və Newcastle formasiyası hansı ki adətən topsuz 4-3-3-dür və ya 4-4-2-dir, öz yerini ala bilməyib. Ona görə də Ekitikeyə çox asan pas gedir və Ekitike də mükəmməl şəkildə sağ ayağının ucu ilə bu epizodu maksimal dəyərləndirir. Və son epizodu sizə göstərmək istəyirəm. Bu da çox belə simvolik bir epizoddur. Chelsea ilə maçdan gördüyümüz kimi Newcastle rəqibi sıxmağa çalışır, onu öz zonasında pressing etməyə çalışır. Sadə bir pas, boşda qalan João Pedro'nu oyun üslubuna görə hardasa Duran'la da müqayisə edə bilərik. João Pedro sadəcə olaraq öz markeri olan Malik Thiaw'nu sürüşməyə vadar edir. Ondan keçərək gol vurur. Yəni bu qədər
qədər bəsit qol. Yəni bu Lisandro Martinezin Şeşkoyda olan pasına çox oxşayır. Newcastle-ın ən böyük problemlərindən biridir. Sonda ümid edək ki, Qurban Qurbanov və onun məşqçi heyəti Liverpool-la olan maçdan sonra lazım nəticələri çıxardıb. Çünki bir tərəfdən Liverpool-la oyun nadir rəsmi oyunlardan biri idi ki, orada acınacaqlı məğlubiyyət bizim turnir perspektivlərimizə heç cür təsir etmədi. Amma eyni zamanda İngilis klubuna qarşı, yəni intensiv presinq edən komandaya qarşı necə oynamaq olmaz bir növ dərsliyi idi. Newcastle Liverpool-a nisbətən daha intensiv presinq komandasıdır. Çünki bu mövsüm Liverpoolun presinqi o qədər də yaxşı işləmir və Qarabağla da o qədər yaxşı işləmir əslində. Ona görə də bu intensiv presinqi aşmağın ən gözəl yollarından biri bir qədər vertikal, bir qədər oyunu sadələşdirməkdir. Çünki biz yenə qapımızdan daima inadla qısa paslarla çıxmağa çalışdıq. Eintracht və Liverpool-la gördüyünüz presinq, yəni Newcastle-ın yanında heç nədir. Bu bizi çox peşman edə bilər. Nəzərə alaq ki, Newcastle-ın çoxlu problemləri var, hansını ki biz burada incələdik. Nəzərə alaq ki, Newcastle səfər komandası deyil, ev komandasıdır. Biz Bakıdan müsbət nəticə əldə edərək öz bir növ Çempionlar Liqası nağılımızı davam edə bilərik. O yüzdən biz Qarabağımıza uğurlar arzu edirik. Ümid edirik ki, maçdan sonra biz müsbət nəticənin postmaç analizini edərik. Siz necə düşünürsünüz? Qarabağın Newcastle-a qarşı Bakıda hər hansı bir şansı varmı? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın və kanalımıza abunə olun ki, belə unikal analiz videolarını buraxmayasınız.